Əziz izləyicilər, bugün olan növbəti qarşılaşma Balıqxanı komandası ilə Fət komandası arasında keçirilir. Hər iki komandaya bu görüşdə uğurlar arzu edirik. Ümid edək ki, bizi həyəcanlı, maraqlı bir görüşün şahidi olacağıq. İstərdim sizə əvvəlcə start heyətlərlə tanış eləyim. Balıqxanı komandasının heyəti belədir. Qapıda bir nömrə Davud, ondan ön üstədə Vüsal, Həsən, Əli, Hüseyin, Dəmrəl, Rəşid, Elnur, Elvin, Emin, Emil. Fət komandasının heyəti belədir. Akşin, Fərid, Təqvim, Rəvan, bir də Muxtar qapını qoruyur. İndi Akşin topla irəliyir. Top Fət komandasındadır. Balıqxanı komandası bu hücumun qarşısını alır. Həsən yaxşı gördü komandaşını. Vüsal. Yenidən Həsən kapitandadır top. Yenidən Vüsal. Pası yaxşı alınmışdı. İndi geriyə doğru oynadılar. Vüsal. Həsən oynadı. Kapitan. Yaxşı gördü boşluğu. Zərbə gələcəkmi? İndi zərbə! Qüvvətli zərbə! Top qapının üstündən keçir. Təhlükəli gəlmişdi Balıqxanı komandası. Oyunda ilk Real Gol epizodunu izlədik. Gəlib saat 11 olan kimi mənim taksimi çağır. Muxtar. Akşin. Fərid. Topu ram etməkdə çətinlik çəkdi. İndi Balıqxanı komandası hücumdadır. Vüsal. Vüsal'ın zərbəsi və gol! Əla bir gol gəlir Vüsal'dan. Balıqxanı komandası bu görüş hesabı açır. Hesab 1-0 olur. Balıqxanı 1. Fət komandası 0. Mərkəzdən başlayır topu. Fət komandası. Təqvin. Rəvan. Tirdilər topu. İndi Vüsal. Vüsal'ın zərbəsi. Yaxşı uğurlamış topu. Top qapıdan keçmədi. Vaxta parmadan geri. Muxtar. Həsən. Yoxla. Zərbə alınmadı. İndi Fərid top ələ keçirdi. Fərid. Yaxşı görmüş komandaşı. Son anda tutdu, müdaxilə gəldi. Həsənlə, komandanın kapitanından. Yaxşı. Çempionatın keçirilməsində Qərib müəllimə təşəkkür edirik. Star Liga inkişaf etməkdə davam edir. İndi Balıqxanı komandası hücumdadır. Vüsal. Zərbə. Son anda Muxtar. Topun qapıdan keçməsinə imkan vermir. Zərbələndən futbolçu Elnur idi. Yoxla. Həsən. Həsənin zərbəsi. Təhlükəli alınmışdı. Kapitanın zərbəsi. İndi Fərid. Fərid. Rəvan. Akşin. Akşin keçməyə çalışdı rəqiblərini. Alınmadı. İndi Həsən top ələ keçirdi. Yaxşı gördü boşluğu. Elnur. Zərbə gələcəkmi? Zərbə son anda. Blok qoyuldu topa. İndi Balıqxanı komandası hücumdadır. Vüsal. Zərbə! Təhlükəli alınmışdı. Yaxşı zərbə idi. Qal orta, gəlmə, qal orta. Elnur zərbəni indirmişdi. Rəvan. Akşin. Durmaq lazımdır. Təqvin. Təqvin yaxşı gördü komandaşını. Rəvan. Alınmadı bu hücum istəyi. Fət komandasının. Xatırladım ki, Vüsal'ın qolu ilə Balıqxanı komandası 1-0 hesabla öndə. İndi yenidən Vüsal. Vüsal. Zərbə gələcəkmi? Vüsal. Akşin imkan vermədi. Yaxşı topa müdaxilə etdi indi. Təqvin. Təqvin yaxşı gördü Fəridi. Fərid. Fərid. Vüsal. Top ələ keçirdi. Vüsal qaçır. Pasını verdi. Zərbə gələcəkmi? Vüsal. Zərbə alınmadı bu hücumu.
Balaxanı komandası. Onlar ikinci qola çox yaxın idilər. Fərid cinahı dəyişdi. Rəvan. Muxtar. Top son olaraq Dəmirəldən meydan tərk edildi. Akşin. Akşinin zərbəsi. Son toxunuş. Balaxanı komandasının oyunçusundan idi. İkinciden zərbə olacaq. Fəridin zərbəsi təhlükəli alınmışdı. Birbaşa qapıya zərbə indirmişdi, alınmadı. İndi Balaxanı komandası hücumdadır. Dəmirəl. Dəmirəl. Vüsal. Müdaxilə var idi topa. Akşin topu irəli. Akşin son anda kapitan sürüşmə fəndi ilə hücumun qarşısını alır. Hakimdən xəbərsiz girdi. Altı nəfər oldular ha. Qaqaş adınız nədir Qaqaş? Fuat hə, çox sağ ol. Təqvin. Təqvin itirdi topu. Vüsal topu ələ keçirir. Balaxanı komandasına əks hücum ola bilər. Zərbə gələcəkmi? Elnur. İndi Vüsalın zərbəsi son anda qapıcı Muxtar. İkinci zəhdən topu götürməyi bacardı. Kal orta gelme, kal orta. Emnur kal orta gelme. Gəri top çıxsın sonra topu. Muxtar. Fərid. Fərid. Get ondan, bağla. Fuat. Muxtar. Fərid. Akşin. Keçə bilmədi rəqəm, imkan vermədi. Balaxanı komandasının oyuncusu indi. Yan xətdən topu. Fət komandası daxil edəcək. Akşin. Fuat. Akşin. Akşinin zərbəsi təhlükəli alınmışdı. Topu uzaq küncə göndərmək istedi, alınmadı. Hakim bildirir ki, top son olaraq Fət komandasının oyuncusundan meydan tərk etmişdi. Davud. Əli. Geriyə doğru yeniden Davud. Komandanın qalkiperi. Dəmirəl. Dəmirəl topu meydan saxladı, bacardı bunu. Dəmirəl. Zərbə gələcək Məhsən. Zərbə və top qapıdan keçmədi. Növbəti zərbə. Aman tanrım, top qapıdan keçmədi. Vüsalın zərbəsindən sonra top qapıdan bir qədər al keçdi. Muxtar. Fərid. Xatırladım ki, Balaxanı komandası hər sezon bu çempionata qoşulur və onlar əla təsir bağışlayırlar. Komandanın yaradıcı heyətinə təşəkkürümüzü bildiririk. İndi Rəvan topu itirdi. Dəmirəl. Sal. Elnur zərbə. Alınmadı bu zərbə. İndi Təqvin. Təqvin toplar əlir, zərbəsi. Top qapısından keçdi. Vüsal. Dəmirəl. Zərbə gələcəkmi, alınmadı. Fuat. Akşin. Gəlmələr 1-1. Oyaq yerə başlayaq cərmə. Cərmələrin sayına görə hesab 1-1'dir. İndi Həsən, kapitan. Top kapitandadır. Zərbə! İmkan vermədi qapıcı. Aman tanrım. Elnur'un zərbəsi sonra top qapıdan keçmir. Həsən. İndi Balaxanı komandası yan xətdən top başladı.
Yaxşı pas. İmkan vermədi Fuat. İndi. Top meydanı tərk etdi. Rəvan. Təqvin. Fərid. Fəridin zərbəsi. Təhlükəli alınmışdı. Uzaqdan endirilən zərbə məntiqi sonluqla nəticələnmədi. İndi Elnur. Vüsal. Zərbə alınmadı, aman tanrım, top qapıdan keçmədi. Akşin. Ələ keçirdi Vüsal topu, Vüsal. Necə Samuraq? Bayram mübarək. Vüsal. Yaxşı gördü komandaşını, lakin topu götürə bilmədi Elnur. İndi Fət komandası üzüm vurmağa çalışacaq. Təqvin, nə edəcək? Təqvinin zərbəsi alınmadı. Bu hücum alınmır. Fət komandasının qapıdan zərbə ilə oyun davam edəcək. Emil sona qədər orada aparır. Top sonuna meydanı tərk etdi. Hakim bildirir, küncdən zərbə olacaq. Balaxanı komandası küncdən zərbə yeni yetirəcək. Zərbə alınmadı. Cərimə zərbəsini yetirəcək Balaxanı komandası. Onlar növbəti qolu vura bilərlər. Görək bu hücum necə olacaq. Vüsal zərbə indirir. Topdan sətdə deyil. Növbəti zərbə alınmadı. Emil'in zərbəsindən sonra top qapısından keçir. Muxtar. Fuat. Top meydanı tərk etdi. Elvin. Vüsal. Geri oynadı. Vüsal. Zərbə və gol! Əla kombinasiya, əla qolla nəticələnir bu görüşdə. Vüsal topu qapıdan keçirir. Bu dəfə də dəfdən yayınmır. Mərkəzdən başlamağa məcbur edir Balaxanı komandası rəqibini. Təqvin. Təqvin. İndi Həsən. Kapitan geri oynadı. Emil. Yaxşı gördü Həsəni. Həsən. Ne edəcəksən? Pasını verdi. Zərbə. Aman tanrım, top qapıdan keçmədi. Son zərbəni endirən futbolçu Hüseyin idi. Hüseyin. Həsən. Zərbə uzaqdan yaxşı alınmışdı. Lakin dəqiq alınmadı. İndi Təqvin. Yaxşı görmüşdü, boşluq alınmadı. Oyunda temp bir yerdə dayanmır. Hər iki komanda görüşə istəkli çıxıb. Akşin. Fuat. Fərid. Fərid, Akşin. Təqvin top meydanı tərk etdi. Emil. Topu rəhəm etməkdə bir balalı çətinlik çəkdi. Top meydanı tərk edir. Yan xətdən topu Fət komandası başlayır. Fuat.
İndi Həsən uzaqdan zərbə qapıcı Muxtar. İmkan vermədi topun qapıda gəzən Hüseyn. Hüseynin zərbəsi yenə də Muxtar. Əla seyib qapısından gəlir. Hakim görüşü dayandırır. Ha, narahat olma, ben burada aparacağım hamısın. Fuat, təqvim. Təqvim. Akşin. Sona qədər barz apardı. Emil. Emil. Rəqibini kəsməyə çalış indi. Balaxanı komandası üçün qurmağa çalışacaq. Elvin. Emil. İmkan vermədilər zərbəyə. Əks hücum olacaq. Fət komandasından. Meydanda oyun davam edir indi. Xatırladım hesab 2-0. Balaxanı komandasının xeyrinə indi. Davuddan əla bir seyv gəlir. Fərid. Zərbə alınmadı. Yenidən ikinciden zərbə olacaq. Zərbə! İmkan vermədilər. Muxtarın zərbəsi uzaqdan yaxşı alınmadı. Davud. Yaxşı gördü Hüseyin. Hüseyin. Top irəli Hüseyin. Zərbə indirəcək. Hüseynin zərbəsi və gol! Ayağının ucuyla topu qapıdan keçirir. Gözəl bir gol gəlir Hüseyindən. Hesab 3-0 olur. Balaxanı 3. Fət 0. Təqvin. Təqvin. Yaxşı gördü boşluğu. Zərbə alınmadı. Alınmadı bu zərbə. Hüseyin. Geri oynadı. Davud. Yaxşı gördü Emil'i. Emil. Emil. Yaxşı gördü Hüseyin'i. Hüseyin ne yiyəcək? Hüseyin. Hüseyin'in zərbəsi imkan vermədilər. Topa blok koyuldu. Fərid. Həsən. Sürüşmə fəndini əla yerine getirdi indi. Hakim bildirir ki, qaydalar çərçivəsində oyuna riayət etmək lazımdır. Cərimə zərbəsini Fət komandası yerinə yetirəcək. Topun arxasında 9 nömrəli futbolçu Akşindir. Akşinin uzaqdan zərbəsi yaxşı alınmadı. Məntiqi sonluqla hücum nəticələrin birində Davud. Top meydanı tərk etdi. Akşin. Fuat. Fuadın pası uzun pasıydı. Top meydanı tərk etdi. Davud. Hüseyin. Yaxşı gördü komandaşını. Pası uğursuz alındı. İndi yan xətdən topu Fət komandası başlayacaq. İndi zərbə və gol! Gözəl bir gol gəlir təqvindən. Hesab 3-1 olur. Hesab arasında bir qədər azalır.
Topu uzaq küncə göndərir Təqvin. Komandasının iş qolunu imza atır bu görüşdə. Həsən. Top son olaraq Hakim Bilic Akşindən meydan tərk edib. İndi Həsən. Kapitanda top. Kapitan. Emil. Hüseyin. Hüseyin zərbəsini endirir və gol! Möhtəşəm bir gol Hüseyindən gəlir. Uzaqdan əla şəkildə fərqlənir. Hesab 4-1 olur. Söndü ha. Düymeye de basılmıştı. Meydanda oyun devam edir. İndi Fuat. Top ələ keçirdi Balaxan komandası. Rəşid zərbə. Telefon mənim deyil qardaşım, oğlan telefonudur. Zərbə gələcəkmi? Muxtar çıxışı ilə oynayır. İndi Davud. Varam, Elvin. Elvin. Hüseyin. İndi. Top ələ keçirir Davud. Çətinlik çəkmədən. Emin. Bitirdi topu. İndi Akşin topu irəliyir. Akşinin zərbəsi. Top. Toru yanından sirkəliyir. Elvin. Davud. Belki o yaklaşık kalır. İnşallah qalar qardaşım. Belə istəyirəm ki qalsın. Akşin topun arxasındadır Akşin. Fərid zərbəsi. Özlü sifər edir topun qarşısında Balxan komandasının oyuncusu. Növbəti zərbə gələcəkmi? Zərbə. Son anda Davud. Əla seyv gəlir. Əla seyv gəlir qapçıdan. Fantastik bir seyv gəlir. Uzanaraq topun qarşısını alır. Davud topu götürməkdə çətinlik bununla da Hakim. İlk hissəni bitirir, komandalar fasilə yollanır. İkinci hissə başladı bizi. Maraqlı, gərgin və dramatik bir ikinci hissə gözləyir. Hesab xatırladım ki 4-1 Balaxanı komandasının xeyrinədir bu görüşdə. İndi Elnur. Elnur. Zərbə mövqe axtardı, imkan vermirlər ona. Zərbə gəldi. Son anda top Təqvinə deyərək meydanı tərk edir. Fərid. Fuat. Pası yaxşı alınmadı. İndi Balaxanı komandası uzun vurmağa çalışacaq. Zərbə gələcəkmi? Zərbə və gol! Əla bir gol gəlir, əla bir gol. Hesab 5-1 olur. Dəmirel topu qapıdan keçirir. Komandasının qol ümidlərindən biri. Akşin. Təqvin. Uzaqdan zərbə. Davud. Hüseyin. Davud topu götürdü. Değişebilirsin. Baş kalktı. Təqvin. Təqvin.
Demirel. Demirel. Sona qədər mübarizə aparmağa çalışdı, alınmadı. Aqarib bunun telefonu atdı yenə, telefona çəkirəm. Şeyin, hakimin. Allah ki, bu telefon deyir, buna telefonu bayaq da atmışdı ya. Fərid. Qaqaşlar da gördük, pis oldular. Davud. Top meydanı tərk etdi. Cərimə zərbəsini təhlükəli mövqeydən Fəth komandası yerinə yetirəcək. Topun arxasında Akşindir. Akşin zərbə indirir. Qüvvətli zərbə idi. Top canlısa da deyərək istiqamətini dəyişir və meydanı tərk edir. İndi Demirel topu eləyir. Demirel əksüzüm ola bilər. Balaxanı komandasından zərbə gələcək. Zərbə son anda. Hakim bildirir ki top. Elnurdan meydanı tərk etmişdi indi. Akşin. Vüsal top ələ keçirdi. Bugün Vüsal əla təsir bağışlayır bu görüşdə. Demirel. Demirel. Vüsal. Vüsal'ın zərbəsi və gol! Topu 9'luğa sancır Vüsal. Komandasının növbəti qolunu imza atır. Hat-trick edir bu maçda Vüsal. Əla gol gəlir Vüsal'dan. Təqvim. İndi. Balaxanı komandasının pressingi var. Top ələ kəsirdilər. İndi Balaxanı komandasının üzün ziyyəti Vüsal. Həsən kapitan top bitirdi. Fərid əksüzüm olacaq. Fəth komandasından zərbə gələcək imkan vermədi. İmkan vermədi, əl oynadı. 11 nömrəli futbolçu Emil. İndi Fərid. Rəvan. Top meydanı. Hakim bildirir ki Balaxanı komandasından meydanı tərk edib. İndi. Yaxətən topu başladılar. Fərid. İmkan vermədilər ona zərbə indirməyə. Yaxşı oynadı müdafiədə 77 nömrəli futbolçu Elnur. İndi Akşin. Ələ keçirdi indi Elnur topu. Elnur irəliyir. Pası komandasına doğru. Sal zərbə. Aman tanrım. Top qapıdan keçmədi. Zərbəni endirən futbolçu Emil idi. Fərqlənməyə çox yaxın idi bu görüşdə Emil. Az qala komandasının 7-ci qolunu imza atacaqdı. Muxtar. Təqvim. Fərid. Çabud oyun var idi. Çabud oyun var idi. Hakim görüşü dayandırır. Bildirir ki cərimə zərbəsini Fəth komandası yerinə yetirəcək. Akşin. Təqvim. Rəvan. Akşin. Fərid. Topu meydanı saxlaya bilmədi. Çempionatın təşkil olunmasında qərib verdiyə və təşəkkürümüzü bildiririk. Star Liga öz həyəcanı ilə davam edir. Zərbə gəldi. Son anda qapıcı Davud imkan vermədi. Növbəti zərbə gələcək mi? Alınmadı. İndi Muxtar. Fuat. Oynayır. Kol eləməsən. Fərid. Ona qarşı təzyiqlər var. İndi zərbə. Alınmadı bu zərbə.
Zərbə gəldi son anda Davud. Komandasını Real goldan xilas edir. Ayaqları ilə topun qapıdan keçməsinə imkan vermir. Zərbə gələcək Akşindən alınmadı. Geri oynadı. Rəvanın zərbəsi əla oynayır kapitan. Topu da oyun var idi. Qaldı. Ben niye fit verdi Qarət? Bəs niye fit verdi? Ha, ona görə elə ben qayda pozuntusu vardı ona görə. İndi Balaxana komandasının vurması çalışacaq. Vüsal yaxşı gördü komandasını. Vüsal zərbə indirəcəkmi? Vüsalın zərbəsi imkan vermədi qapıcı. Muxtar indi. Vüsal. Elnur zərbə indirir. Akşin imkan vermədi. Özünü sifər edir topun qarşısında. Elnur. Həsən. Uzaqdan qüvvətli zərbələri var. Vüsal zərbə. Top qapıdan keçmədi. Həsən. Topu meydanda saxlamağa bacarır. Top son olaraq Balaxanı komandasının oyunçusuna meydana tərk edir Fərid. Akşinin zərbəsi uzaqdan gəlmişdi. Yaxşı alınmadı. Həsən. Kapitan Vüsalla oynadı. Vüsal əla keçdi rəqibini. Vüsal boşluq axtarır. Cinaha dəyişdi. Yenidən Vüsal. Vüsalın zərbəsi son anda Muxtar. Topun qapıdan keçməsinə imkan vermir Fət komandasının qapıcısı. Fərid. Təqvin. Fəridin zərbəsi. Hakim bildirir ki qaydalar çərçivəsində oynamışdı. Balaxan komandasının oyunçusu indi Elnur nə edəcək? Zərbə gəldi, alınmadı. Vüsalın zərbəsinə sonra top bir qədər ala keçdi qapıdan. Son 13 dəqiqə. Akşin. 13. Ha buyur qardaşım. Yaxşı. Həsən yan xətdən topu. Fət komandası başlayacaq yan xətdən topu. Fuat. Fərid keçə bilmədi rəqibini. İndi Balaxanı komandası hücumdadır. Onlar əks hücuma doğru gedirlər. Həsən. Zərbə gələcəkmi? Zərbə və gol! Əla bir gol gəlir soldan. Bu dəfə də rəfdən yayınmadı. Topu qapıdan uğurlu şəkildə keçirir. Komandasının növbəti qolunu imza atır. Komandasının üstünlüyünü bir qədər də artırır bu görüşdə. Komandasının forvardı. Təqvin. Pası keçmədi. İmkan vermədi kapitan. İndi Həsən top elə keçir. Həsən zərbə indirəcəkmi? Zərbə imkan vermədilər zərbəyə. Həsən. Fuat. Hüseyin. Yaxşı zərbələri var uzaqdan Hüseynin. Qapını yoxlamaq olar. Geri oynadı. Həsən. Yenidən Hüseyin. Topa nəzarət hal-hazırda Balaxanı komandasının tərəfindədir. Davud. İndi. Hüseyin. Cinaha dəyişdi. Təqvin. Pası keçmədi. İmkan vermədi kapitan. İndi Həsən top elə keçir. Həsən zərbə indirəcəkmi?
Zərbə imkan vermədilər zərbəyə. Həsən. Fuat. Hüseyin. Yaxşı zərbələri var uzaqdan Hüseynin. Qapını yoxlamaq olar. Geriyə oynadı. Həsən. Yenidən Hüseyin. Topa nəzarət hal-hazırda Balaxanı komandasının tərəfindədir. Davud. İndi. Top gəlsin biraz top gəlsin. Hüseyin. Cinahı dəyişdi. Zərbə gələcəkmi? Emil. Emil. İmkan vermədilər. Yenidən Emil. Balaxanı komandası bir yerə dayanmır. İstəklidir bu maçda komanda. Hesabdan da görünür ki, onlar oyuna çox ciddi yanaşıblar, hazırlaşıblar. Zərbə imkan vermədi. İmkan vermir Fuat. Hüseyin. Yaxşı gör Emili. Emilin zərbəsi sonunda Muxtar. Növbəti zərbə gələcəkmi alınmadı. Əksüzüm ola bilər. Fət komandasından zərbə gələcəkmi təqvin. Topa toxunsa da çıxışda inamlı oynadı. Davud. Top sonunda meydanı tərk edir. Olar Muxtar, olar. Muxtar. Fərid. Top son olaraq Elvin'dən meydan tərk etdi. Mənə demək ehtiyac yoxdur Suzan Elmi. Top Suzan Elmi. Akşin. Akşin. Pası uğursuz alınır. 1 2 Həsən. Zərbə! Top qapıdan keçmədi. Hüseynin zərbəsindən sonra Muxtar buna imkan vermir. Yaxşı bir sev gəlir qapısından. İndi Akşin. Akşin. Fərid. Fuat. Fuadın pası keçmədi, imkan vermir. Əla oynayır müdafiədə. Balaxanı komandasının oyuncusu. Adı nədir? Emin idi bu, yaxşı oynayan müdafiədə. İndi Emin. Ehtiyatdır. Rəvan. Təqvin. Yaxşı gördü Fuadı, Fuat. Fuat toplar əliyir, pasını verdi lakin. Fəridə doğru pas. Gəlmədi. 9 dəqiqə. Davud. Həsən. Yenidən Həsən. Hüseyinlə oynayır. Hüseyin. Əla reydləri var. Hüseyin. Hüseyinin zərbəsi. İmkan vermədilər. Top son olaraq Hüseyindən meydan tərk etmişdi. Əzizləyicilər. İndi. Təqvin. Həsən. Hüseyin. Hüseyin. Zərbə və gol! Emin topu ustalıqlı qapıdan keçirir. Qapıçının ayaqları arasından keçirir topu hesab. Bir qədər də atır bu görüşdə. İndi Rəvan imkan vermədi, əla oynuyor. Kapitan komandasını Real goldan xilas edir bu epizodda. Akşinin zərbəsi imkan vermədi, əla oynadı. Rəşid indi Rəşid. Rəşid qapısını üzbəyüzdü. Rəşidin zərbəsi top qapı dirəyinə tuş gəldi. Az qala fərqlənməyə yaxın idi. 10 nömrəli futbolçu bu görüşdə iç qolunu vura bilərdi. İndi Təqvin. Təqvin. İtirir topu, itirir topu. Top son olaraq meydanı tərk etdi. Muxtar. Hüseyin geriyə doğru oynadı. Qapıcı Davuda qədər top gəldi. Davud.
İndi topu 7 nömrəli futbolçudadır Dəmirəl. Hüseyin. Dəmirə bax, Dəmirə. Çabuk oyun var idi. Hakim Salı bəyləri göstərir Balaxanı komandasının oyunçusuna. Təqvin Fərid Birincidə sınırlı neydi bu? Balaxanı 4 cərmə. Təqvin Oyunu qutarmağına 7 dəqiqədən az qalır. Hüseyin keçsi rəqibdən Hüseyin qapısı özbəkdir Hüseyin zərbə və gol. Gözəl bir gol, gözəl kesit və gözəl bir gol gəlir Hüseyinlə. Rəqiblərini çaşbaş salır. Komandasının növbəti qolunu imza atır. Olar Fərid. Hesab 9-1 olur. Artıq hesab böyük həddə çatıb bu görüşdə. Balaxanı komandası rəqibindən açıq-aşkar üstün oyun nümayiş etdirir. Fərid zərbə indirməyim. Çox mənim Davud. Növbəti zərbə gələcəkmi? Həyalı oynadı müdafiədə. Balaxanı komandasının oyunçusu indi. Balaxanı komandası üzüm qurmağa çalışacaq. Əks üzüm görən necə olacaq? Elnur. Dəmirəlin zərbəsi. Yaxşı zərbə idi lakin dəqiqlik çatmadı zərbə zamanı. İndi qapıdan zərbə ilə oyun davam edir. Davud çıxışı ilə oynadı. Növbəti zərbə gəlmişdi. Amma dəqiq alınmadı. Rəşid yaxşı gördü Elnur'u. Elnur zərbə indirəcəkmi? Elnur Dəmirəlin zərbəsi yaxşı görmüşdü Elnur komanda yoldaşını. Gəlmə, sol qura, Dəmirəl. Fərid Gücdən zərbə. ikinciden zərbə yerinə yetirəcək Fət komandası. Artıq oyunda son dəqiqələr gedir. Fərid Rəvan topu itirmədi. Geriyə doğru oynadı. Davud topu çətinlik səmində topu götürdü. Əks hücum olacaq. Sürət əks hücuma gedir. Balaxanı komandası alınmadı bu hücum. Təqvin Fərid zərbəsi. Fantastik save gəlir Davuddan. Komanda yoldaşları onu alqışlayır bu qurtarışına görə. Akşin zərbəsi son anda Davud. Bir ayağı ilə hücumun qarşısını alır. Akşin zərbə gələcək alınmadı. Heç kim yox idi o zonada. Yan xətdən topu Balaxanı komandası başladı. Davud Rəşid əla ram etdi topu. İndi Dəmirəlin zərbəsi. Dəmirəl gəl. Hədəfdən yayınır Balaxanı komandasının oyuncusu indi Fərid. Zərbə və gol. Rəvan topu qapıdan keçirir. Hesab 9-2 olur. Balaxanı 9 Fət komandası 2. Mərkəzdən başlayır topu Balaxanı komandası. 3 dəqiqə. Həsən İntobələ keçirdi Fət komandası. Rəqibin səhvini istifadə etmək olardı. Zərbə gələcəkmi Fərid? Ələ keçirdi topu. Təqvin top meydanı tərk etdi. Zərbə! Əla zərbə idi lakin dəqiqlik çatmadı. Zərbəni indirən futbolçu Rəşid idi. Neçə dəqiqə qaldı? 2 dəqiqə.
Oyunun bitməyinə 2 dəqiqədən biraz müddət qalıb. İndi Akşin. Elvin. Elvin yaxşı gördü komandaşını. Top meydanı tərk etdi indi. Elnur. Həsən. Geri oynadı. Top qapıcı Davuda qədər gəldi indi. Top. Balaxana komandasının oyunçusuna pasını verdi. Akşin. Balaxana komandası həqiqətən topu meydana daxil edəcək. Hakim bildirir top hərəkətdə idi. Oyunu qaydalar çərçivəsində davam etdirmək lazımdır. Fərid. Təqvin. Zərbə! Təhlükəli idi. Qapıcı Davud uzanmış topa. Top meydanı tərk etdi. İndi Rəvan. Fərid səndən çıxıb. Vurdu, bəli, vurdu sənin ayağına dəydi çıxdı. Davud. Zərbə gələcəkmi? Elnur. Elnur'un zərbəsi və gol! Bununla da Haşim görüşü bitirir qələbə münasibəti ilə. Balaxana komandasını təbrik edirik hər iki komandaya. Növbəti görüşlərdə uğurlar arzu edirik. Bizi izlədiyinizə görə təşəkkürümüzü bildiririk.